Herkese salam. Bugün sizlerle 6. sınıf riyaziyyat iş dəftərindən səhifə 21-dəki tapşırıqların izahlarına baxacağıq. 4 nömrəli tapşırıqdan başlayaq. Sarı və qırmızı dairələrin sayları 1-2 nisbətində olmaqla uyğun sayda qırmızı dairə çək. Baxın, A variantına baxaq. A variantında bir dənə sarı dairə var. Sarı rəngli dairə var. Biz burada qırmızı rəngli dairə çəkməliyik. Amma neçə dənə çəkəcəyimizi bilmirik. Bizə deyib ki, sarı və qırmızı dairələrin sayları 1-2 nisbətində olsun. Baxın, sarı dairələrin qırmızı dairələrə nisbəti 1-in 2-yə nisbətində olsun. Yəni bu nə deməkdir? Qırmızı dairələrin sayı sarı dairələrin sayından 2 dəfə çox olmalıdır. Yəni A variantına baxın. Əgər burada bir dənə sarı dairə varsa, biz 2 dənə burada qırmızı dairə çəkməliyik. Baxın. Tak ki 2 dənə qırmızı dairə çəkdik. Daha sonra B variantına baxaq. Əgər 2 dənə sarı dairə varsa, qırmızı dairə neçə nə olmalıdır? Bundan 2 dəfə çox, yəni 2 dəfə 2, 4. 4 dənə olmalıdır. 1, 2, 3, 4. Daha sonra, indi burada yaxşı çəkə bilmirəm, üzrlü sayın. Sonra keçək C variantına baxaq. C variantında deməli 3 dənə sarı dairə var. Neçə qırmızı dairə olmalıdır? Təbii ki 3 vur 2, yəni 6 dənə qırmızı dairə olmalıdır. Çünki qırmızı dairələr sarı dairələrdən 2 dəfə çox olmalıdır. 1, 2, 3, 4, 5, 6 dənə qırmızı dairə çəkdik. İndi nisbətlərinə baxsaq əgər, məsələn C variantına baxaq. Sarı dairənin qırmızı dairəyə nisbəti 3-ün neçəyə nisbətidir? 6-ya nisbətidir. İndi biz də bilirik ki, nisbətin hər iki tərəfindəki ədədləri hər hansı bir ədədə bölə bilərik və yaxud da vura bilərik. Yenə də buna bərabər olan, yəni belə deyək də, ekvivalent olan və yaxud da bərabər olan başqa bir nisbət alırıq. Hər iki ədədi bölürəm 3-ə. 3-ü 3-ə böləndə alınır 1. Nisbətin hər iki tərəfini böləndə. Baxın, 6-nı da 3-ə böləndə alınır 2. Alındı 1-in 2-yə nisbəti. Davam edək. 5 nömrəli tapşırıq ilə yazılıb ki, baxın. Baxaq nə yazılıb. 5 nömrəli tapşırıqda yazılıb ki, şəkildəki fiqur vahid kvadratlardan ibarətdir. Tələb olunan nisbəti yaz və sadələşdir. A variantına baxaq. A variantında hansı nisbət tələb olunur bizdən, ona baxaq. Rəngli sahənin rəngsiz sahəyə nisbəti. Baxın, rəngli. Baxaq ümumiyyətlə neçə rəngli kvadrat var, neçə rəngsiz kvadrat var. Sayaq. Rəngli kvadratları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə rəngli kvadrat var. Deməli, 10 dənə rəngli kvadrat var. İndi rəngsiz kvadratları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə də rəngsiz kvadrat var. A variantında biz rəngli sahənin rəngsiz sahəyə nisbətini tapmalıyıq. Rəngli neçə rəngli kvadrat var? 10 dənə. Rəngsiz 8 dənə. Yəni rənglinin rəngsizə nisbəti, yəni 10-un 8-ə nisbətini tapmalıyıq. Gəlin bunu sadələşdirək. Sadələşdirmək üçün də mən bu nisbətin hər iki tərəfini, yəni hər iki ədədi buradakı hər iki ədədi bölürəm. Nəyə? Nəyə bölə bilərik? Bunların əbobuna bölə bilərik. Buna ekvivalent başqa bir nisbət almaq üçün biz bunları 10 ilə 8-i 10 ilə 8-in əbobuna bölə bilərik. 10 ilə 8-in əbobu da 2-dir uşaqlar. Hər ikisini 2-yə bölsək, 10-u 2-yə böləndə alınır 5, 8-i 2-yə böləndə alınır 4. 5 böl 4 nisbətini aldıq. Bu A variantı. Nisbət 10 böl 8 şəklində idi, sadələşdirdik. 5 bölünsün 4 nisbətini aldıq. Deməli, bir dəqiqə. Rəngli hissəni rəngsiz. Bunu saxlayın burada. Rəngli hissələrlə rəngsiz sahə qalsın. Bizə lazım olacaq. İndi keçək B variantına baxaq. B variantında yazılıb ki, rəngsiz sahənin ümumi sahəyə nisbəti. Rəngsiz sahə 8-dir.
Ümumi sahə neçədir? Ümumilikdə neçə kvadrat var? Bunu tapmaq üçün rəngli ilə rəngsizi toplayaq. 10 üstə gəl 8, 18. Ümumi neçə dənə oldu? 18 dənə. Rəngsiz 8 dənə idi. 8-in 18-ə nisbəti. Sadələşdirək. Deməli, neçəyə bölə bilərik? 8 ilə 18-in əbobuna bölə bilərik. 8 ilə 18-in əbobu 2-dir. 8-i 2-yə böləndə alınır. Deməli, 8-i bölürəm 2-yə alınır 4. 18-i bölürəm 2-yə alınır 9. Sadələşdirdik. Daha sonra keçək C variantına baxaq. C variantında bizdən nə istənilir ona baxaq. Ümumi sahənin rəngli sahəyə nisbəti. Ümumi sahə uşaqlar neçədir? 10. Rəngsiz sahə neçədir? Rəngsiz sahə də bir dəqiqə rəngli. Ümumi sahənin rəngli sahəyə nisbəti. Bir dəqiqə bağışlayın. Ümumi sahə 10 deyil. Ümumi sahə 18-dir. Ümumi sahə bilirik ki 18-dir. Deyir ki, ümumi sahənin rəngli sahəyə nisbəti. Rəngli sahə neçədir? 10-dur. Ümumi sahənin, yəni 18-in 10-a nisbəti. Gəlin sadələşdirək. 18 ilə 10-un əbobu neçə eləyir? Deməli 2 eləyir. 18-i 2-yə bölürük. Alınır 9. 10-u 2-yə bölürük. Alınır 5. Sadələşdirdik. Aldıq ki 9-un 5-ə nisbəti. Bu nisbət ilə bu nisbət ekvivalentdir onsuz. Belə. Keçək digər tapşırığımıza baxaq. 6 nömrəli tapşırığımıza baxaq. Yazılıb ki, nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi yaz. Deməli, nisbətin hər bir həddini sıfırdan fərqli eyni bir ədədə vurduqda və ya böldükdə həmin nisbətə ekvivalent olan yeni bir nisbət almış oluruq. İndi bu qaydanı nəzərə alaraq yazaq. Deməli, A variantında yazılıb ki, 4-ün 7-yə nisbəti bərabərdir. Boş xana var burada. Boş xanadakı ədədin 21-ə nisbəti. Boş xananı tapmalıyıq. Bizə deyir ki, bunlar ekvivalentdir. Ekvivalent olması üçün deməli, bunların hər bir həddini hər hansı bir ədədə və ya vurduqda və ya böldükdə buna ekvivalent olan yeni bir nisbət alırıq. Baxın. Birinci həddi 4-dür, ikinci həddi 7-dir. Birinci nisbətə baxıram. İkinci nisbətin birinci həddini bilmirik, amma ikinci həddini bilirik ki, 20-dir. İndi baxın, 7-ni deməli 3-ə vurmuşuq ki, 21 almışıq. Əgər nisbətin bir həddini 3-ə vurmuşuqsa, deməli, digər həddini də 3-ə vurmalıyıq ki, ona ekvivalent olan nisbəti alaq. 7-ni 3-ə vurmuşuq, 21 almışıqsa, deməli, 4-ü də 3-ə vurmuşuq. Eləyir 12. Bunu tapdıq. Deməli, boş xanaya 12 yazılmalı idi. Keçsək, B variantına baxaq. B variantında yazılıb ki, 1,4 bölünsün. 1,4-ün 3-ə nisbəti bərabərdir 7-nin boş xanaya nisbəti. Boş xananı tapmalıyıq. İndi, baxın, 1,4-ü deməli, 1,4-ü belə deyək də, 50-yə vuranda 70 alınır. 50-yə vuranda. Deməli, 1,4-ü əgər 50-yə vurmuş, 70 yox, başlayın 7 alınır. Əgər 1,4-ü 50-yə vurub 7 almışıqsa, deməli də 3-ü də 50-yə vurmalıyıq. Bir həddi hər hansı bir ədədə vurduqsa, digəri də həmin ədədə vurmalıyıq. 3-ü də 50-yə vuranda alınır 150. Və yaxud da belə deyə bilərdiniz ki, 7-ni 50-yə böləndə 1,4 alıblar. Boş xanadakı ədəd neçədirsə, həmin ədəd də 50-yə böləndə 3 alırlar. Həmin ədədi tapmaq üçün də təbii ki, 3-ü yenə də 50-yə vururuq, alırıq 150. Belə. Yəni 1,4-ün 3-ə nisbəti 7-nin 150-yə nisbətinə ekvivalent olur. Daha sonra keçək C variantına baxaq. C variantında bizə verilib ki, 7-nin 8-ə nisbəti bərabərdir boş xananın 24-ə nisbətinə. İndi baxın. Deməli, nisbətin ikinci həddi 8. 8-i deməli 3-ə vurublar ki, 24 alıblar. 8 vur 3, 24. Baxın. Vurublar 3-ə 24 alıblar. Deməli, biz 7-ni də 3-ə vurmalıyıq ki, boş xanadakı ədədi tapaq. 7-ni 3-ə vuranda alınır 21.
Deməli 7-nin 8-ə olan nisbəti 21-in 24-ə nisbətinə ekvivalentdir. Keçək digər varianta baxaq. Sonuncu varianta D variantına baxırıq. 9-un 15-ə nisbəti baxaq. 9-un 15-ə olan nisbəti bərabərdir 3-ün nəyə nisbəti? Bu ədəd tapmalıyıq. Boş xanadakı ədədi. Deməli, birinci nisbətin birinci həddi 9-dur. Buna ekvivalent olan digər nisbətin birinci həddi 3-dür. Deməli 9-u 3-ə bölüb. Birinci həddi neyini 3-ə bölüb? Birinci həddi 3-ə bölübsə, deməli ikinci həddi də mütləq 3-ə bölməliyik. 15-i də 3-ə böləndə alınır 5. Deməli 9-un 15-ə nisbəti ekvivalentdir 3-ün 5-ə nisbətinə. Boş xanaya da 5 olmalı imiş. Belə. Keçək davam edək. Digər tapşırığımıza baxaq. Bir dəqiqə. Deməli 7 nömrəli tapşırığımıza baxırıq. Verilən nisbətlərə ekvivalent olan 3 nisbət yaz. A variantında bizə verilən nisbət 18 bölünsün 24'dür. 18'in 24'ə nisbəti. Buna ekvivalent olan 3 dənə nisbət yazmalıyıq. Nisbətə ekvivalent olan nisbət yazmaq üçün bilirsiniz ki, ekvivalent nisbət nədir? Əgər nisbətin hər bir həddini sıfırdan fərqli eyni bir ədədə vurduqda və ya vursaq və ya bölsək, həmin nisbətə ekvivalent olan bir nisbət almış oluruq. İndi 18 və 24'ün hər bir həddini gəlin bir ədədə bölək məsələn. Baxaq hansı ədədlərə bölünür? 2-yə bölünür hər ikisi. Hər ikisini 2-yə bölürəm. 18-i 2-yə böləndə alınır 9, 24-ü 2-yə böləndə alınır 12. Deməli 18 bölü 24'ə ekvivalent olan bir nisbət yazdım. 9 böl 12. Daha sonra başqa nə yaza bilərəm? Hər ikisi başqa hansı ədədə bölünür? Deməli başqa 3-ə bölünür. 3'ə bölünür. Baxın. İndi hər bir həddi, nisbətinin hər bir həddini 3'ə bölək. 18'i 3'ə böləndə alınır 6. 24'ü 3'ə böləndə alınır 8. Deməli 18 bölü 24'ə ekvivalent olan bir nisbəti də daha tapdım. 6 bölü 8. Daha sonra başqa hər ikisi 6'ya bölünür. Baxın. Nisbətin hər bir həddini 6'ya bölə bilərəm. 18 bölünür 6'ya 3 dəfə. 24 bölünür 6'ya 4 dəfə. Deməli 18 böl 24 3'ün 4'ə nisbətinə ekvivalentdir. Bu nisbətlər ekvivalentdir. Və yaxud da hər bir həddi hər hansı bir ədədə vura da bilərdim. Yəni. Bundan sonrakılarda nümunədə göstərərəm ona aid. B variantına baxaq. B variantında bizə verilən nisbətə baxaq. Baxın, kəsr şəklində verilib nisbət 15 bölünsün 21. Nisbətin hər iki həddini hər hansı bir ədədə bölək baxaq. Hər ikisi 3'ə bölünür. Baxın, 15'i bölürəm 3'ü alınır 5, 21'i bölürəm 3'ü alınır 7. Deməli 15'in 21'ə nisbəti bərabərdir 5'in 7'yə nisbətinə bərabərdir. Daha sonra başqa hansı ədədə bölə bilərik? Başqa bu ədədlərin bölündüyü ədəd yoxdur. Başqa hər bir həddini hər hansı bir ədədə vuraq. Bir dəqiqə 15 bəli 15. 15'in 21'ə nisbəti indi nisbətin hər iki həddini hər hansı bir ədədə vuraq. Məsələn, hər iki həddini 2'yə vururam. 15'i 2'yə vuranda alınır 30, 21'i 2'yə vuranda alınır 42. Nisbətin hər iki həddini 2'yə vurdum və bu nisbətə ekvivalent olan bir nisbət almış oldum. İndi keçək başqa bir. Bu nisbətə ekvivalent olan 3-cü nisbəti yazaq. 3 dənə yazmalıyıq. 3-cünü yazaq. Nisbətin hər bir həddini 3'ə vururam bu səfər. 15'i 3'ə vuranda alınır 45. 21'i 3'ə vuranda alınır 63. 15 bölünsün 21 ekvivalentdir 45 bölünsün 63'ə. Keçək baxaq C variantına. C variantındakı nisbətə baxaq. 12 bölünsün 8. Bu nisbətə ekvivalent olan 3 dənə nisbət yazmalıyıq. Birinci, nisbətin hər iki həddini bölürəm 4'ə. Hər iki həddi bilirəm ki 4'ə bölünür. 12 4'ə böləndə alınır 3, 8'i 4'ə böləndə alınır 2. Birinci, bu nisbətə ekvivalent olan birinci nisbəti yazdıq. Keçək ikinci nisbəti yazaq. Hər iki həddi görürəm ki, başqa ədədə də bölünür. 4'dən başqa ədədə də bölünür. Məsələn, 2'yə bölünür. Hər iki həddini bölürəm 2'yə. 12 bölünür 2'yə 6 dəfə, 8 bölünür 2'yə 4 dəfə. Deməli, 12 böl 8 ekvivalentdir 6 bölünsün 4'ə. Daha sonra bu nisbətə ekvivalent olan 3-cü nisbəti də gəlin yazaq. Daha sonra
Bu üçüncü nisbəti yazmaq üçün bu nisbətin hər iki həddini hər hansı bir ədədə vururam. Məsələn, 3-ə vururam. Hər hansı bir istədiyimiz ədədə vura bilərik. Amma şərt budur ki, hər iki həddini vurmalıyıq. 3-ə vuraq. 12-ni 3-ə vuranda alınır 36, 8-i 3-ə vuranda alınır 24. Deməli 12 bölünsün 8 nisbəti, bu nisbət 36-nın 24-ə nisbətinə ekvivalentdir. Davam eləyək növbəti tapşırığımız ilə. 8 nömrəli tapşırığa baxırıq. Yazılıb ki, verilmiş nisbəti sadələşdir. Gəlin baxaq A variantına. 3,2 bölünsün 2,4 bərabərdir. Mən bu nisbətin hər iki tərəfini hər hansı bir ədədə, hər iki həddini, belə deyim ki, hər iki həddini hər hansı bir ədədə bölə bilərəm. Bunu bilirik. Və bu nisbətə bərabər olan başqa bir nisbət alarım. Gəlin bunun hər iki tərəfini bölək 0,8-ə. 3,2-ni 0,8-ə böləndə alınır 4. Sonra 2,4-ü də 0,8-ə böləndə alınır 3. Deməli sadələşdirdim. Bu nisbət bərabərdir 4-ün 3-ə nisbətinə. Hər iki tərəfi dediyim kimi nisbətin hər iki tərəfini 0,8-ə böldüm. İndi keçək digərinə baxaq. Deməli, 10-un 9-a nisbəti, bir də 5-in 12-yə nisbəti. Bunların da nisbətini verilib bizə. 2 dənə kəsirin nisbəti. Gəlin bunu necə sadələşdirək? Baxın, adi qaydada kəsri kəsirə necə bölürük uşaqlar? Bilirsiniz ki, adi kəsirə bölən zaman birinci kəsri ikinci kəsirin tərsinə vururuq. Baxın, birinci kəsir olduğu kimi saxlayıram 9, 10, vururam ikinci kəsirin tərsinə. Yəni 5-də 12-yə. Buradan ardıda kəsirlərin vurulmasıdır. Bilirsiniz ki, kəsiri kəsirə vuran zaman sürətə vurub sürətdə yazırıq. Məxrəci də məxrəcə vurub məxrəcdə yazırıq. Buradan ixtisarlar gedir təbii ki, gəlin aparaq. 5 5-ə bölünür 1 dəfə, 15-ə bölünür 2 dəfə. 9 ilə də 12 ixtisar gedir. 9 3-ə bölünür 3 dəfə, 12 3-ə bölünür 4 dəfə. Qalır burada deməli. Məxrəcdə qalır 3, sürətdə qalır 8. Sonda aldıq ki, bu ifadə, yəni bu nisbət 8-in 3-ə nisbətinə bərabərdir. Yəni ekvivalentdir, yəni bərabərdir 8-in 3-ə nisbətinə. Sadələşdirdik. Keçək sonuncuna baxaq, C variantına baxaq. C variantında da verilib ki, 1,5-in nisbət, 1,5-in nəyə nisbəti? 7-də 6-ya nisbəti. Bərabərdir, baxın. 1,5 onluq kəsirdir. Mən 1,5-i adi kəsirə çevirirəm. Sonra adi kəsirin adi kəsirə bölünməsi kimi bu ifadəni sadələşdirirəm. Baxın, 1,5 adi kəsirə çevirdim. Oldu 1,5 bölünsün. Ardını olduğu kimi yazıram. 7-də 6 bərabərdir. 1,5 bilirik ki, qarışıq ədəddir. Gəlin bunu çevirək düzgün olmayan kəsirə. Yəni çevirmək üçün bilirsiniz də, tam hissəni vururuq məxrəcə, üzərinə sürəti gəlirik, aldığımız cavabı sürətdə yazırıq. 1-i vururam 10-a alınır 10, onun üstünə 5 gəlirəm 15, 15-i sürətdə yazıram. Məxrəc də olduğu kimi qalır. Baxın, məxrəc 10-dur, 10 kimi də qaldı. Bölünsün 7-də 6. İndi adi kəsirə bölən zaman bilirik ki, birinci kəsir olduğu kimi qalır. Birinci kəsir olduğu kimi qalır. Baxın, birinci kəsir olduğu kimi saxladım. Birinci kəsiri vururuq ikinci kəsirin tərsinə. İkinci kəsirin tərsi nəyə bərabərdir? Baxın, 6-da 7. Kəsirlərini vuran zamanda sürətə vurub sürətdə yazırıq. 15 vur 7. Məxrəci də məxrəcə vurub məxrəcdə yazıram. İxtisarlara baxıram. 15 ilə 10 ixtisar gedir. Baxın, 15 5-ə ixtisar gedir 3 dəfə, 15-ə bölünür 2 dəfə. 3 ilə də 6 ixtisar gedir. 3 isə 1 dəfə bölünür, 6 3-ə 2 dəfə bölünür. Sürətdə qalır 1 vurulsun 7, yəni 7. Məxrəcədə də qalır 2 vur 2, yəni 4. Beləliklə aldıq ki, 7-nin 2-yə nisbətinə bərabərdir. Bu nisbət də bərabərdir 7-nin 2-yə nisbəti. Kəsr şəklində də yaza bilərsiniz təbii ki. Belə də yaza bilərsiniz. Bu nisbətlər də bir-birinə ekvivalentdir. Belə. İndi davam edək. Sonuncu tapşırığımıza baxaq. Sonuncu 9 nömrəli tapşırıq. 9 nömrəli tapşırıqda verilib ki, şəkildəki fiqurların sayına əsasən verilən nisbətin nəyi ifadə etdiyini yaz. Baxaq, A variantında verilib 1-in 3-ə nisbəti. Baxaq, 1-in 3-ə nisbəti nəyi ifadə edir?
Hansı fiqurdan bir dənə var? Baxa gəlin. Birinci hansı fiqurdan neçə dənə var? Gəlin onu yazın. Baxın, dairədən neçə dənə var? Bir dənə. Üçbucaq neçə var? 3 dənə. Ulduz. Ulduz yazın. Ulduz da 4 dənə var. İndi 1-in 3-ə nisbəti kimi biz yaza bilərik ki, dairənin üçbucağa nisbəti. İndi mən burada yaza bilmirəm, yaxşı alınmır deyə qısa şəkildə yazıram. Siz sözlü şəkildə yazarsınız. Dairənin, indi burada yaxşı alınmır, üçbucağa nisbəti. Qısa yazıram. Nisbəti. Siz tam yazarsınız. Daha sonra 3-ün 4-ə nisbəti. Baxaq. 3 dənə üçbucağımız var. Görürük ki, 4 dənə də ulduzumuz var. 3-ün 4-ə nisbəti kimi yaza bilərik. Üçbucağın ulduza nisbəti. Baxın, üçbucağın belə qısa şəkildə yazıram. Ulduza nisbəti. Daha sonra C variantında 1-in 4-ə nisbəti. Bir dənə dairəmiz var, 4 dənə də ulduzumuz. Yaza bilərik dairənin ulduza nisbəti. Dairənin ulduza nisbəti. Daha sonra D variantında yazılıb 1-in 2-yə nisbəti. İndi gəlin bunu tapaq. Bir dənə dairəmiz var, amma 2 dənə olan fiqurumuz yoxdur. Hansı fiqurdan? İndi baxın. Başqa nə edə bilərik? Bir dəqiqə. Deməli, ümumi baxaq ki, neçə fiqur var ümumilikdə. Ümumilikdə 8 dənə fiqurumuz var. Elə deyil? Bəli. Ümumilikdə 8 dənə fiqurumuz var. Neçə ulduzumuz var? 4 dənə ulduzumuz var. Baxın, ulduzun sayının, yəni 4-ün ümumi fiqurların sayına nisbətini yazıram. Ümumi neçə dənə fiqur var? Ümumilikdə 8 dənə fiqur var. 4-ün 8-ə nisbətini yazdım. Bir də deyirəm. Ulduzun sayının, yəni 4-ün ümumi fiqurların sayına, yəni 8-ə nisbətini yazdım. İndi bu nisbəti sadələşdirə bilərəm. Yəni buna ekvivalent olan başqa bir nisbət yazıram. Ekvivalent nisbəti tapmaq üçün bunun hər bir həddini 2-yə bölürəm. Və yaxud da 4-ə bölürəm. Hər bir həddini 4-ə bölürəm. 4 4-ə bölünür 1 dəfə, 8 4-ə bölünür 2 dəfə. Baxın, 4 bölünsün 8, 4-ün 8-ə nisbətinə ekvivalent olan 1-in 2-yə nisbəti. Bunu tapmış oldum. D variantında da elə bizə 1-in 2-yə nisbətini soruşur. Deməli, nə yaza bilərik? 1-in 2-yə nisbəti kimi ulduzun sayının ümumi fiqurların sayına nisbətini yaza bilərik. Ulduzun sayı, qısa yazıram, ümumi fiqurların sayına nisbəti. Ümumi fiqurların sayına nisbəti yaza bilərik. Belə. Səhifə 21-dəki tapşırıqların da sonuna gəldik. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun.